Salam, xoş gördük hər birinizi. Kanalımıza xoş gəlmisiniz. Bu günləri sizlərlə işdən çıxandan sonra bir günümüz necə keçir, onları sizlərlə bölüşmək istədim. İşdən çıxandan sonra getdik qızımla mağazinə, evə alınası bəzi veşlər var idi. Onları aldıq, gəldik. Sonra evə gəldim. Evdə balıq var idi. Uşaqlar üçün balıq qızartdım. Mən balığı bu qaydada qızardıram. Uşaqların çox xoşuna gəlir. Dadı da fərqli dad verir. Yəni balıq kimi dadmır, qoy belə deyim. Özü balıq olsa da yəni dadı çox da balıq kimi olmur. Uşaqlar yəni bu qaydada xoş. Balığı bu qaydada qızardıram. Dadı çox dadlı olur. Uşaqlar da çox bəyənərək yeyirlər. Və işdən evə gələndən sonra işləyən xanımlar bilər ki, adam çox yorğun olur. Evə gələndən sonra nəsə bir iş tutmaq, yemək bişirmək, heç nə istəmirsən eləmək. Deyirsən evə gedim, bir stəkan isti çay içim də oturum ancaq istirahət edim. Və evdə də heç kim olmadığına görə bunları mənim üçün heç kim eləmir. İşdən gələndən sonra onların hamısını mən özüm eləyirəm. Burada keçdiyim kirli qablar var idi. Kirli qabları yuyub qutarandan sonra da keçdiyim başqa işlər var idi. Onları gördüm. Kanalım təzə kanaldır. Xanımlar, kanalıma abunə olmağı və öz fikirlərinizi bölüşməyi unutmayın. Mənə dəstək olmağı unutmayın. Videolarım xoşunuza gəlirsə də öz yaxınlarınızla da paylaşın. Və onu da qeyd etmək istəyirəm ki, Rusiyada yaşayanlar bilir, YouTube kanalı yaxşı işləmir, ona görə çox aktiv ola bilmirəm, videolar çox paylaşa bilmirəm. Yəni uzun videolar paylaşa bilmirəm. Ancaq ki belə qısa videolar çəkib qısa videolar paylaşa bilirəm. Uşaqlar məndən salat istədi, onlar üçün də burada salat düzəltdim. Dadı çox dadlı olur. Salat üçün olan kələmdən istifadə etdim. Kök istifadə elədim. Bir də evdə xiyar var idi, onu qatdım tərkibinə. Dadı çox qəşəng olur, uşaqlar da bəyənib yeyirlər. Və belə salatları mən tez-tez hazırlayıram. Bizdə uşaqlar çox da belə mayonezli salatları xoşlamırlar deyə onlara belə bu qaydada salatı hazırlayıram. Və salatımız, balığımız hazırdır. Sonunda südü də qatıq çaldım. Xanımlar, bugünlük bu qədər. Sağ olun, Allaha əmanət olun. Kanalıma abunə olmağı, mənə dəstək olmağı da unutmayın. Sağ olun, Allaha əmanət olun.